Növbəti sujetimiz Masallı rayonunun Rüdəkənar kəndindən olacaq. 2000 sakini olan bu kənddə qaz problemi yaşanır. Ən ucqar kəndlərin belə qazsızlaşdırılması fonunda rayon mərkəzinə yaxın olan Rüdəkənarda qazın olmaması xeyli suallar doğurur. Hələ bütün qış boyu əl-ayağı büzüşə-büzüşə odun axtaran sakinlərin gün güzaranını demirik. Yaxşısı budur, özləri danışsın, elə siz özünüz də görün. Bu tərəfdə Miyankü kəndidir, qaz var. Bu tərəfdə Lənkəranın ən ucqar kəndi, Tüköylə kəndi var, qaz var. Dağlar qoynunda, meşəliklər əhatəsində yerləşən bir yurt yeri. Baxdıqca göz oxşuyur bu yerlərin mənzərəsi. Payızın minbir rənginin harmoniyası bu gözəlliyi daha da icazkar edib. Sakinləri isə bir ayrı aləmdir. İstiqanlı, qonaqçalını və səmimi. Bütün bunlar öz yerində. Amma Masallı rayonunun Rüdəkənar kəndindəyik. Hansı ki, rayon mərkəzindən 27 kilometr aralıda yerləşir bu kənd. Ərazi və əhali sayına görə rayonun ən böyük kəndlərindən biridir. 2000-dən artıq əhalinin yaşadığı bu kənddə çox təəssüf ki, qaz yoxdur və sakinlər, kənd sakinləri elə qazsızlıqdan əziyyət çəkirlər. Soyuq aylarda qazın olmamasından, ucbatından İstər qocalar olsun, istər uşaqlar olsun, soyuqlanma birinci növbədə, xəstəlanma hazırdır. Nəvələrimiz, uşaqlarımız, cavanlarımız əziyyət çəkirlər. Məcbur oluram mən öz həyətimdə olan ağaclardan kəsirəm ki, soğuqdan nəvəm ölməsin. Rüdəkənarda hansı evə getsən, evlərin qızdırılmasında istifadə olunan bax bu məhsullardan rast gəlmək mümkündür. Məhsul deyəndə ki, el arasında buna təzək deyirlər. Bəli, bax bunu peçə qoyub, yandırırlar və evləri bundan qızdırırlar. Uşaqların məktəbdə azalmasına səbəbi də qazdır. Müəllimlərin burada gəlib az işləməsi, tez bir zamanda bir ildən sonra getməsinin səbəbi də qazdır. Yəni istiliyin olmaması baxımından kənddə bu sosial böyük bir problemə çevrilib. Bəli, bu kənddə insanlar hər gün bəlkə də bu il çəkərlər, bəlkə bu il planlayarlar, bəlkə bir gün səsimizi eşidərlər sevdası ilə yaşayırlar. Evdə məsəl ki, qoca anam var, biz peşi yandıra bilmirik, bir dənə ağac kəsiriksə, bir dənə budağından kəsiriksə, həm təbiətə ziyandır, həm də bizim özümüzə. Bu yerlərin qışı da çox sərt olur, deyir sakinlər. Bir qışı çıxarmaq üçün ən azı 3 maşın odun almalıyıq deyirlər. O isə çox zaman mümkünsüz olur. Qonşu kəndlərdə qaz olduğu halda bizim bu qədər əziyyət çəkməyimiz bizi çox təsirləndirir deyirlər. Döymədiyimiz qapısa qalmayıb. 5 dənə kənddə qaz var. Qaz olmayan kəndimiz Rüdəkənar kəndidir. Bu cəmaət burada qaz barədə rayon icra hakimiyyətinin başçısına müraciət edib, rayon icra hakimiyyətinin başçısı müəyyən təşkilatlara müraciət edib bir neçə dəfə. Sonra vətəndaşlar özləri də müraciət ediblər. Rüdəkənar sakinlərini indi narahat edən bircə sualı var. Qonşu kənddəki rahatlıq bizə nə vaxt gələcək? 5 addımlıqda olan qaz xətti evimizdən nə vaxt keçəcək? Azərqaz İstehsalat Birliyi regionlarda qazlaşma prosesini öz resursları hesabına həyata keçirir və bu baxımdan maliyyə imkanı mərhələlik prinsipini qaçılmaz edir. Masallı rayonunun sözügedən Rüdəkənar kəndinin də qazlaşmasına Azərqaz İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər. Cavabdeh tərəfin cavabı məlumdur. Tezliklə olacaq deyilir, vəd verilir. O tezlik nə vaxt olacaq? İndi, yoxsa bir aydan sonra, yoxsa növbəti il bilmirik. Neyniyək? Gözləməliyik. Kənd sakinləri də, elə biz də. Bir sözlə, mövzunu diqqətə saxlayacağıq. Bəturə Nəbiyeva, Nadir Cəlilov, Space, Masallı, Rüdəkənar.